Hamınıza salam. Bugün sizinle yeni Temu kargom açtık. Bu Temu kargom diğer Temu kargoma baxanda çox böyükdür. Birinci Temu kargom videosuna da baxmaq üçün kanalıma keçid edə bilərsiniz. İlk olaraq qulaqcıq üçün kablo çıxır. Qulaqcığın qulaq hissələri cızılmasın deyə onun üçün şəffaf, üstündə qızıl rəng ürəyi olan kablo çıxır. Hər birinin linkini videonun altına koymaya çalışacağım. Bir diğer məhsulumuz isə bu kamera qutusudur. Bəli, kamera qutusu. Mən şəkil çəkmək üçün dijital kamera almışam və dijital kamera qoymaq üçün qutudur. Dijital kameranın çeviriciləri nəyi varsa yuxarı hissəsinə, setkalı hissənin arxasına qoyursunuz və kameranın da ön hissəsinə qoyursunuz. Bu kəmərdir. Bu kəmərdir, amma kəmər mənə aid deyil. Ona görə açmıram. Karşınıva kəmərdir. Amma sonradan açdıq və çox keyfiyyətli gəldi. Sonra isə yay aylarının qaçınılmazı olan yelpazə. Yelpazəni mən istifadə eləmirəm. Mən elektronikini almışdım özümə. Birazdan çıxacaq. Bunu anam üçün almışam. O yelpazələri çox sevir. Dəhşət dərəcədə çox sevir. Ona görə ona farklı yelpazələr almışam. Bu da birincisidir. Videoda tam aça bilmirəm, amma çox gözəl və keyfiyyətli gəldi. Dəhşət keyfiyyətli idi. Və dijital kameramız. Mən dijital kameranın hansı rəngini almışam? İndi görəcəksiniz. Bəli, pink, yəni necə deyirlər, roz rəngini almışam. Kamerada çıxdığından biraz daha qapalı bir rəngi var, amma yenə də çox gözəldir. Şəkil keyfiyyəti də çox gözəldir. Əgər bu kameranı incələdiyim bir video istəyirsinizsə yorumlara yaza bilərsiniz. İçində oyunu, şəkil çəkmək olur, video çəkmək olur, içində oyun var. Batareya çox gözəl saxlayır və digər kameram. Mənim bu kameramdan bir dənə daha var idi. Amma bu kameram dediyim kimi qırılmışdı. Sözümü yarıda kəsdim. Nəysə, kameram qırılmışdı. Mən də birini daha almağı necə deyərlər, müəyyən gördüm. Müəyyən yox, uyğun gördüm. Hə, birini daha almağı uyğun gördüm və digərinə baxanda bu biraz da keyfiyyəti azdır. Baxın, həqiqətləri danışmaq lazımdır. Digəri daha keyfiyyətli idi, amma bu da bunun da digərindən üstünlüyü odur ki, sadəcə kamerası 180 dərəcə arxaya, baxın videoda göstərdiyim kimi arxaya və qabağa yox, eyni zamanda videoda göstərilən kimi 90 dərəcə sağa da fırlanır. Sola yox, 90 dərəcə sadəcə sağa fırlanır. Bunda ışığı var, bateriyası çox gözəl saxlayır. Bu şəkildə. Və içindən lazım olan hər bir şey çıxır. Çeviricilər, USB, USB, iPhone üçün fərqli. Digər bir məhsulumuz isə hər kəs üstünə istədiyi hər şeyi yazdıra bilər. Məsələn, mən öz adımı yazdırdım. Kameramı qoymaq üçündür bu. Bəya incə göstərdiyim kameranı qoymaq üçün olandır. Üstünə adımı yazdırmışam. Bunun da qiyməti çox uyğun idi və istədiyiniz hər şeyi yazdıra bilərsiniz. Fərqi yoxdur. Digər bir məhsulumuz isə indi bu videonun səsini yazdığım mikrofondur. Bu mikrofon 20 manatdır, amma endirimdən ucuza gəlir. Amma məsələn 20 manata 2 mikrofon verilir. Mənim digər mikrofonum 15 manat idi, ona da 2 mikrofon verilirdi. Bunun tükləri də var. Tüksüz də istifadə edilərsiniz, amma tüklə daha yaxşı səs keyfiyyəti var və bunun da telefona taxılan yeri yenə naşnik üçün uyğun olanı var, iPhone üçün uyğun olanı var və Type üçün uyğun olanı da var.
Digər bir məhsulumuz travel yastığıdır. Yəni səyahət üçün boyun yastığıdır. Bunu maşında, təyyarədə, hər yerdə istifadə edə bilərsiniz. Normal ev şəraitində də istifadə edə bilərsiniz. Yəni kim necə istifadə etmək istəyir elə. Çox rahatdır. İçinə nə qoyublar bilmirəm, amma çox rahatdır. Digər bir məhsulumuz kiçik, amma çox dəyərlidir mənim üçün və aldığım insan üçün də məncə elədir. Bunu yazısını özüm yazdırmışam, videoda gördüyünüz kimi. Bunu atama almışam. Belə bir burlokdur, çox gözəldir məncə. Digər bir məhsulumuzu açırıq və qeyd edim ki, Temu mənə göndərəndə bağlamaları çox necə deyim, keyfiyyətli bağlanmış şəkildə gəlir. Heç bir şeyin hələ ki qırıq, sınıq gəlməyib. Digər bir məhsulumuz birazdan görəcəyiniz bluetoothlu və içinə kart qoya biləcəyiniz naşnikin qoruyucu qabıdır. Bu isə ventilyatordur, elektrikli. Yəni batareya ilə yox da daşlarla işləyir. Baxın, göstərdiyim yeri 2 dənə daş qoymaqla işləyir, balaca daş və gücü həqiqətən çox keyfiyyətlidir. Burada işıqlar sönür, nəysə. Bu isə digər bir yelpazəmizdir. Azərbaycan dilində nə deyilə bilmirəm, mən yelpazə deyirəm. Bunu anama almışam və qeyd edeyim ki, bu gözlədiyimdən çox böyük gəldi. Videoda biraz şey olmuş ola bilər, yəni hiss olunmamış ola bilər, amma normalınla qiyaslayanda çox böyükdür həqiqətən. Ən az 4-5 nəfəri yelləmək olar. Digər bir məhsulumuz da anam üçündür. Bu body, yəni bədən üçün fırçadır. Çox gözəldir, yəni bədəni heç bir yeri yaralamadan istifadə olunan bir fırçadır. Bu isə 2 dənə onu qorumaq üçün aldığım qab olan naşnikimdir. Belə. Biraz videolara yeni başladığım üçün necə deyərlər, acemiliyim var. Yəni çox da qəşəng danışamıram, amma nəysə. Belə bir dənə naşnikimiz var. Naşnikin rəngini xüsusi olaraq mən belə bir rəng seçdim, çünki çox gözəl bir rəng, çox gözəldir. Yəni standart məsələn necə deyərlər, iPhone 17-nin olduğunu göstərmək üçün necə narıncı rəngini alırlar. Naşnikin olması üçün də bu rəngini alırlar. Məncə ya da qara rəngini. Onu qeyd etmək istəyirəm ki, videoda böyüdüb kiçildə bilməmişəm. Standart bir boy yoxdur. Kənarlarından böyüdüb kiçiltmək olur və səsi çox yaxşı verir. Dəhşət dərəcədə yaxşı verir səsi. Batareya saxlama gücü də çox yaxşıdır. Eyni zamanda burada onu qoruyucu qılıflarını taxıram. Eyni zamanda da ondan da bəhs etmək istəyirəm ki, bu videonun da səsini yazdığım mikrofonlar və bayaq da açdığım qutusuna gördünüz. Onların da batareyası çox güclüdür. Məsələn, mən mikrofonları alandan bəri heç batareyaya qoymamışam və hardasa bir həftədən çoxdur ki, almışam və demək olar ki, hər gün də istifadə eləyirəm. İndi taxıram, gördüyünüz kimi taxdım və bu şəkildə də əyib qutusuna qoya bilərsiniz. Məncə çox gözəl görünür. İndi qutusuna qoyacağım və görəcəksiniz. Açırsınız. Qulaqlarını yerləşdirirsiniz. Və bağlayırsınız. Heç bir zərər gəlmir və cızılmır. Mənim üçün əşyalarımın cızılması çox önəmli bir şeydir. Mənim karqom bu qədər. Tam-tamına 15 məhsul idi. Məncə çox gözəldir. Kameralarımı incələdiyim ayrıca bir video istəyirsinizsə kanalıma abunə olun. Orada paylaşmış olaram. Kanalıma abunə olmağı, video like atmayı unutmayın.